Allah cəmi şəhidlərimizə rəhmət eləsin, Allah qazilərimizə şəfa versin. O günləri bir video çıxdı qarşıma. Bir şəhid qardaşı özünə toy edir və kommentariyalara baxıram, rəy bölməsinə baxıram. Elə biləm ki, Allahın oradakılar ermənidir. Biri yazıb ki, şəhidlərə belə hörmətsizlik eləmək olmaz. Biri yazıb ki, bu nə hörmətsizlikdir. Biri yazıb ki, Allah şəhidlərimizə rəhmət eləsin. Ola bilsəydə belə şəhid olmazdılar. Biri yazıb ki, belə şəhidlər qarşı haqsızlıq eləmək olmaz. Siz gidsiniz, sizin başınız xarab olub, siz dəli olmusunuz. Mən bir şey başa düşə bilmirəm ki, şəhid qardaşı və yoxud da şəhid bacısı və yoxud da şəhid ailəsi özü toy eləyə bilməz. Bu nə düşüncə, bu nə təfəkkürdür, bu nə məntiqdir. Və yoxud da qazi evlənə bilməz, ailə həyatı qura bilməz. Yəni, ömür boyu bunlar belə yaşamalıdırlar. Siz nə fikir, nə düşünürsünüz? Üzdən İraq, Azərbaycanda hoqqa verəndə onda niyə danışmadınız? Ədəbsiz, əxlaqsız insanları dəstəkləyəndə, onların videolarını paylaşanda niyə danışmadınız? Onların videolarını xoş söz yazanda, özünü hörmət eləməyən insanları qabağa çəkəndə onda niyə danışmadınız? Nə oldu? Bir dənə şəhid qardaşı özünə toy elədi, o saat başlayır məsələ haqqında danışmağa. Vallahi deyirəm, Allaha and olsun, bunlar nə yeyirlər, nə düşünür, nə fikirləşirlər. Yəni, mən özümə əsəb götürür ki, bu nə düşüncədir? Yəni, şəhid ailəsi və yaxud da qazi və yaxud da şəhid qardaşı özü toy eləyə bilər. Heç bir problem yoxdur bunda. Bunun heç bir şəhəri və yaxud da digər tərəfdən problemi yoxdur. İndi söhbət haram musiqidən, haram toydan gedirsə, şəriət baxımından icazəli deyil. Amma belə eləyə bilər. Bu nə düşüncə, bu nə təfəkkürdür? Allah sizə ağıl versin.